Salam aleyküm kardeş. Salam salam. Köre sigaretin neçədir? 1.30. 1.30. Ha qadan alım. 80 qəpiyə aldığım sigaret niyə 1.30 olmalıdır? Başım dönüm. Qiymət artımı var qardaşım. Nə tər artıq qardaş? Bunu hökumət artırır. Azərbaycan istehsalı olan bir sigaret nə tər birdən-birə 80 qəpikdən 1 manat 30 qəpik qalxır. Mən nə deyə bilərəm ki? Bu dövlətin qanunudur. Qardaş, süpersun yağın üstünə qoysa 8 manat. 4 manat 70 qəpik aldığımız yağ olub 8 manat. Niyə? Nəyə görə? Dərdimizi kimə deyək? Haraya deyək? O təzə seçdiyimiz deputatlara, yumuşaq kresloda oturan deputatlarımıza deyək. Biz döşəkəsiz quru taxtada otururuq. Kimə deyək? Söyrək. Neçədir qardaş? 30 qəpik çörək. 8'si. Aç sağ ol. Çəkisi nə qədərdir? 8'si 400 qram olub. 600 qramdan düşdü 400 qrama. Yenə də qiymət artır. Niyə qazanalım? Nəyə görə olmalıdır? Bu devlet başçıları, bu orada deputat oturanlar seçtiklərimiz haraya baxır? Və bu cemaatı, bu yazıq cemaatı fikirləşsinlər. Nə qararını deyim, haraya gedək? Nə eləyək? Nə fikirləşirlər bunlar? Özümüzü asaq, öldürək, nə qaraq? Öydə uşaq acından qırılır. Nə ilə alım? Nə ilə alaq? İşləmirəm, eləmirəm. İş yox, güc yox. Nə eləməliyəm? Üzümü qırmalı lezla tapamıram mən. Nə ilə alım?